hörmətli müəllimlər, bugün mən sizə təhsil qanunu haqqında məlumat verəcəm. Təhsil qanunu. Gəlin baxaq görək, təhsil alma formaları hansılardır, təhsilin formaları hansılardır, müəllim, şagird, valideyn vəzifələri nədən ibarətdir? Bugün bunlar haqqında təhsilin pilləsi, təhsilin səviyyəsi bunları öyrənəcək, bunlar haqqında mən sizə məlumat verəcəm. Gəlin baxaq. Əvvəlcə təhsilin formaları. Və təhsil alma formaları. Deməli, təhsilin formaları hansılardır? Formal, qeyri-formal və informal. Baxırıq, təhsilin formaları dedikdə formal, qeyri-formal və informal. Formal təhsil dedikdə nə başa düşürük? Formal təhsil odur ki, yəni sonda dövlət sənədinin verilməsi ilə başa çatır. Buna misal gətirə bilərik. Misal üçün siz 11 il məktəbdə oxuyub, sonda attestatla tərtib olunursunuzsa, deməli bu formal təhsildir. Deməli formal təhsil sonda nə ilə bitir? Dövlət sənədinin verilməsi ilə. Formal təhsil dövlət sənədinin verilməsi. Bitər. Forma olacaq formal təhsil. Qeyri-formal dövlət sənədinin verilməsi ilə bitir. Dövlət sənədi verilmir. Bu olacaq qeyri-formal. İnformal təhsil isə özünü təhsildir. Özünü təhsil forması, yəni özünü biliklərdir. Bu informal təhsildir. Ətraflı izah edirəm. Təhsilin formaları formal, qeyri-formal və informal olur. Formal təhsil dedikdə sonda dövlət sənədinin verilməsi ilə bitən təhsil forması adlanır formal təhsil. Buna misal gətirə bilərik. 11 il məktəbdə oxuyub, sonda attestat almaq. Bu hesab olunur formal təhsil. Amma qeyri-formal təhsil forması odur ki, sonda heç bir dövlət sənədi verilmir. Bəs bunlara hansı təhsil formalarını misal çəkə bilərik? Misal üçün, hazırlıqlar, kurslar, dərnəklər, bunlar qeyri-formal təhsil formasıdır ki, orada heç bir sonda sənəd verilmir. Misal üçün, siz mənə hazırlığa qoşulursunuzsa, mən sizə sonda heç bir sənəd vermirəm, dövlət sənədi vermirəm. Bu qeyri-formal təhsil formasıdır ki, sonda dövlət sənədi verilmir. Əgər dövlət sənədi verilirsə, bu formal təhsil formasıdır. Və informal təhsil forması var ki, bu özünü təhsildir. Hazırlığa getmir, kursa getmir, yalnız özü evdə, öz üzərində çalışırsa, bu informal təhsil forması adlanır. İndi isə keçək təhsil alma formaları. Baxaq görək, təhsil alma formaları bəs hansılardır? Təhsil alma formaları dedikdə, misal üçün, əyani, qiyabi və distant təhsil. Misal üçün, əyani təhsil dedikdə nə başa düşürük? Qiyabi təhsil dedikdə nə başa düşürük? Deyək ki, universitetə daxil olmuşsunuz və yaxud hər hansı bir təhsil müəssisəsinə daxil olmuşsunuz. Siz ora əyani şəkildə hər gün gedib gəlirsinizsə, bu sizin əyani təhsil hesab olunur. Amma qiyabi təhsil yalnız imtahanlarda gedirsiniz, sessiyalarda gedirsiniz. Yəni, özünüz evdə oxuyursunuz, imtahan müddəti ərzində ildə 2 dəfə gedirsiniz, qiyabi təhsilinizi elə davam etdirirsiniz. Amma distant təhsil əslində bizdə geniş şəkildə tətbiq olunan bir təhsil alma forması deyil. Nəyə görə? Misal üçün, biz yalnız məcburi hallarda distant təhsildən istifadə edirik. Distant təhsil nədir ki? Yəni, misal üçün, eyni məkanda olmaq, müəllimlə tələbənin eyni məkanda olması burada mütləq sayılmır. Yalnız onlayn şəkildə keçirilir. Misal üçün, bizdə
2029-da ən çox distant təhsildən istifadə olundu və onlayn təhsilə keçdik. Yəni müəllimlə şagird yalnız onlayn şəkildə dərsdən istifadə etdik və bu da hesab olunur distant təhsil. Misal üçün biz universitetlərə iş verəndə belə götürə bilərik ki, universitetlərə iş veririk və yaxud övladlarımız universitetlərə iş verir. Bu zaman orada seçim eləyəndə, ixtisas seçim eləyəndə orada yazılır ki, misal üçün əyani və yaxud da ki, qiyabi. Amma xarici ölkələrdə orada həm əyani, həm qiyabi, həm də distant təhsil qeyd olunur. Amma bizdə yalnız ikisi qeyd olunur, əyani və qiyabi. Çünki distant bizdə yalnız məcburi halda olduqda distant təhsildən istifadə olunur. Və yaxud da ki, distant təhsilə misal gətirə bilərik. Hazırlıqlara qoşuluruq, onlayn şəkildə qoşuluruq. Bu da yenə məsafədən təhsil hesab olunur ki, bu da distant təhsil hesab olunur. Deməli, distant təhsil məsafədən təhsildir. Məsafədən keçirilən təhsil distant təhsil adlanır. Qiyabi təhsil dedikdə yalnız misal üçün sessiyalarda, imtahanlarda gedirik. Əyani təhsil isə misal üçün hər gün gediriksə, bu əyani təhsil hesab olunur. Deməli, təhsil alma formaları dedik, əyani, qiyabi, distant və başqa bir təhsil formasını misal gətirə bilərik. Eksternat təhsil, eksternat, yəni sərbəst təhsil. Sərbəst təhsil nədir? Sərbəst təhsil dedikdə isə nəyi nəzərdə tutulur? Misal üçün, bu şagirdin sərbəst təhsil alma imkanı var. Bu necə ola bilər? İki halda ola bilər. Birinci hal budur ki, misal üçün təhsilini yarımçıq qoymuşdur və misal üçün deyək ki, bu təhsilini necə davam etdirə bilər? Deyək ki, 9-cu sinifdən çıxıb 10-11 oxumayıb deyə attestat almayıb və bu yenidən özü evdə sərbəst şəkildə hazırlaşıb, sərbəst təhsil alma hüququndan yararlanıb, sərbəst təhsili alıb, yenidən 11-ci siniflərlə birlikdə imtahan verib, attestat ala bilər. Bu hesab olunur sərbəst təhsil və növbəti bir hüquq da vardır ki, sərbəst təhsildə, misal üçün deyək, uşaq oxuyur 7-ci sinifdə və bu 9-cu sinifə keçə bilər və bu zaman özü əlavə sərbəst təhsil alma formasından istifadə edərək, özü oxuyaraq, hazırlaşaraq, çalışaraq 7-ci sinifdən 8-ci sinifin imtahanlarını verib 9-cu sinifə keçid ala bilər. Yəni, bu da sərbəst təhsilin, eksternat təhsilin üsullarından, xüsusiyyətlərindən biri hesab olunur və başqa bir təhsil formaları da var. Bunlara hansıları misal çəkə bilərik? Misal üçün, fərdi təhsil var, stasionar təhsil var, fərdi, stasionar. Bəli, müəllimlər, biz dedik ki, təhsilin alma formalarına da aid edə bilərik əlavə olaraq fərdi təhsili, stasionar təhsili və evdə təhsili. Fərdi təhsil dedikdə bir neçə xüsusiyyətlər nəzərdə tutulur ki, misal üçün, fərdi təhsil nədir? Fərdi təhsildə deyək ki, uşaq, hər hansı bir şagird digər uşaqlardan geri qalmışdır. Ya dərsə gəlmir, dərsə cəlb olunmayan şagirdlərə fərdi təhsili evdə təşkil olunub, evdə gedib keçirilə bilər və ondan əlavə, yəni həmin uşağa fərdi şəkildə yanaşıb ona təhsil keçə bilərik, təhsil verə bilərik. Fərdi təhsildə bir də, misal üçün, təhsildən kənarda qalan, müəyyən bir səbəblərə görə təhsildən kənarda qalan uşaqlara fərdi təhsil təşkil olunmalıdır. Stasionar təhsil dedikdə isə, əgər hər hansı bir şagird 21 gündən artıq xəstəxanada qalarsa, müəyyən bir sağlamlıq baxımından xəstəxanada qalarsa, yataq xəstəsi olarsa, ona müəssisədə həmin o qaldığı, belə deyək də, balinsada stasionar təhsil təşkil olunur və müəllim həmin müəssisədə gedib həmin şagirdə dərs keçməlidir. Evdə təhsil dedikdə isə sağlamlıq imkanı məhdud olan şagirdlər var ki, onlara evdə təhsil mütləq keçirilməlidir. Yenidən deyirik, təhsil alma formaları hansılar oldu? Əyani, qiyabi, distant, eksternat, fərdi, stasionar və evdə təhsil formaları, təhsil alma formaları vardır. Təhsilin formaları dedikdə dedik, formal, qeyri-formal və informal təhsil formaları var. İndi isə mən sizə bir neçə sual verəcəm, siz isə o sualları özünüzdə cavablandırın. Biz dedik ki, formal təhsil, təhsil alma formasıdır, yoxsa təhsilin formasıdır. Təbii ki, formal təhsil dedikdə, formal təhsil təhsilin formasıdır. Bəs əyani
forma dedik hansına aid oldu? Əyani təhsil alma formasıdır, yoxsa təhsilin formalarına aid etmək olar? Təbii ki, əyani təhsil alma formalarına aiddir. Eksternat təhsil təhsilin formasıdır, yoxsa təhsil alma formasıdır? Təbii ki, eksternat təhsil sərbəst təhsildir, o təhsil alma formasına aid oldu. Və əgər desə özünü biliklərə, misal üçün yiyələnmək, özü öz üzərində işləyərək təhsil alma forması, təhsil forması hansı təhsil formasına aiddir? Təbii ki, özünü biliklərə yiyələnməsi, öz üzərində çalışması bu informal təhsildir ki, informal təhsil təhsilin formasına aiddir. Və dedik ki, sonda dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması hansıdır? Təbii ki, formal təhsildir. Misal gətirdik, hətta 11-lik attestatın alınmasını, yəni sonda attestatın alınması bu artıq formal təhsil hesab olunur. Amma heç bir sənədin verilməsi ilə başa çatmayan təhsil forması isə heç bir sənəd verilmir. Yəni hazırlıqlar, kurslar, dərnəklər bunlara misal gətirilə bilər ki, bu qeyri-formal təhsil formasına aid edilir. Və hətta dedik, təhsil alma formalarını təkrar deyirik. Hansılar oldu? Əyani, qiyabi, distant. Ən çox bizdə, ölkəmizdə istifadə olunan təhsil forması əyani, qiyabi təhsildir ki, o daha geniş yayılmışdır. Əyani dedikdə, misal üçün, hər gün dərsə gedilir. Qiyabidə yalnız sessiyalar, imtahanlarda təşkil olunur. Distant təhsil məsafədən təhsildir ki, bu məcburi olduğu halda ölkəmizdə təhsil distant təhsilə keçir ki, bu tətbiq olunur və yaxud da ki, biz deyək, onlayn dərsə qoşuluruq, siz onlayn hazırlıqlara qoşulursunuz, bu məsafədən təhsil hesab olunur ki, biz buna distant təhsil deyirik. Eksternat təhsil dedik, sərbəst təhsildir. Sərbəst təhsil nə oldu? Sərbəst təhsil əgər şagird əvvəl, misal üçün, 3-cü sinifdə oxuyur, 5-ci sinifə keçmək istəyirsə və yaxud da ki, 7-ci sinifdə oxuyur, 9-cu sinifə keçmək istəyirsə, təbii ki, bu zaman bu o sərbəst təhsil alma formasından yararlanaraq bir sinif irəli gedə bilər və eksternat təhsil odur ki, şagird təhsilini müəyyən səbəblərdən yarımçıq qoymuşdur, deyək ki, onun 11 illik attestatı yoxdur. Bu zaman sərbəst təhsil alma formasından istifadə edərək, yararlanaraq attestat imtahanına gedən uşaqlarla birlikdə imtahan verib əldə edə bilər. Fərdi təhsil dedik ki, hansı ki təhsildən qorxan, təhsildən yayınan, təhsilə cəlb olunmayan şagirdlər, onlara fərdi təhsil təşkil edilməlidir və təhsildən kənarda qaldığı, müəyyən bir səbəblərə görə təhsildən kənarda qalıbsa, təbii ki, onlara fərdi təhsil təşkil olunmalıdır. Stasionar təhsil dedik ki, əgər 21 gündən artıq şagird sağlamlıq baxımından balinsalarda qalarsa, bu zaman həmin müəssisədə ona stasionar təhsil təşkil olunmalıdır. Evdə təhsil dedikdə isə sağlamlıq imkanı məhdud olan şagirdlərə evdə təhsil təşkil olunmalıdır. İndi isə keçək, baxaq görək təhsilin pilləsi və təhsilin səviyyəsi dedikdə nə nəzərdə tutulur? Pillə nədir, səviyyə nədir? İndi isə bunlara baxacaq. Təhsilin pilləsi və təhsilin səviyyəsi. Pillə nədir, səviyyə nədir? Deməli, təhsil pilləsinə misal gətirə bilərik. Məktəbə qədər təhsil. Məktəbə qədər təhsil, təhsilin pilləsidir. Sonra ümumi təhsil. Bu da təhsilin pilləsidir. Deməli, məktəbə qədər təhsil, ümumi təhsil, sonra peşə təhsili, orta ixtisas təhsil, bir də ali təhsil. Deməli, təhsilin pillələri hansılardır?
hansılar oldu? Məktəbə qədər təhsil, ümumi təhsil, peşə təhsil, orta ixtisas təhsili və ali təhsil. Bəs baxaq görək bu pillələrin səviyyələri hansılardır? Məktəbə qədər təhsil deyirik, deyək ki. Məktəbə qədər təhsilin heç bir səviyyəsi yoxdur. Məktəbə qədər təhsil deyəndə, misal üçün, şagird məktəbə qədər hara gedir? Bağçaya. Deməli, bu məktəbə qədər təhsil hesab olunur. Onun heç bir səviyyəsi yoxdur. Ümumi təhsil dedikdə, artıq bunun bir neçə səviyyəsi var ümumi təhsilin. Bu səviyyələrə hansıları misal gətirə bilərik? Ümumi təhsil məktəbə qədər hazırlıq. Deyək ki, bu bizə məktəbə qədər hazırlıq, məktəbə qədər hazırlıq. Bu ümumi təhsil hesab olunur. Sonra ümumi ibtidai təhsil, ümumi təhsilin 4 səviyyəsi var. Məktəbə qədər hazırlıq deyəndə bura 5 yaşlıları misal gətirə bilərik. İbtidai təhsildir. Bu 1-ci, 4-cü sinifləri əhatə edir. Sonra ümumi orta təhsil. Bu da bunundur. Ümumi orta. Ümumi orta təhsil dedikdə bunlar aid olur. 5, 9-cu sinifləri əhatə edir. Və tam orta təhsil dedikdə isə tam orta təhsilə nəyə aid edəcək? Tam orta təhsil artıq 10-11-ci siniflərdir. Təkrar edirik. Məktəbə qədər təhsil bağçalardır. Onun səviyyəsi yoxdur məktəbə qədər. O bağça nəzərdə tutulur. Və ondan sonra gələn pillə ümumi təhsildir. Ümumi təhsil deyəndə məktəbə qədər hazırlıq, onun səviyyələri var. Məktəbə qədərdir, ibtidaidir, ümumidir, tam ortadır. Məktəbə qədər olanda 5 yaş, ibtidai təhsil olanda 1-4 sinifləri əhatə edir. Ümumi orta təhsil deyəndə 5-9-cu sinifləri əhatə edir. Tam orta təhsil dedikdə isə 10-11-ci sinifləri əhatə edir. Əgər orta sözü ortada gələrsə səviyyə, orta sözü əvvəldə gələrsə pillə hesab olunur. Yəni orta sözü əvvəldə olanda, misal üçün orta ixtisas təhsili deyəndə o pillədir. Amma tam orta təhsil deyəndə bu səviyyə hesab olunur. Bunları silib aşağı gətirirəm. Növbəti təhsil pilləsi deyək ki, peşə təhsilidir. Peşə təhsili. Peşə təhsilinin səviyyələri var. İlk peşə, texniki peşə, sonra bir də yüksək peşə. Bu peşə təhsilinin səviyyələri hesab olunur. Deməli, peşə təhsilinin özü pillə, səviyyələri ilk peşə, texniki peşə və yüksək peşə. Hətta onu nəzərinizə çatdıra bilərəm ki, peşə təhsilinin hər bir səviyyəsi üzrə hər bir şagird ayrıca təhsil ala bilər. İlk peşədə ayrı, texniki peşədə ayrı, yüksək peşədə ayrı belə deyək, təhsil alma imkanına malikdir, hüququna malikdir. Sonra keçək orta ixtisas təhsili. Orta ixtisas təhsili pillədir. Bu, misal üçün, kollecləri misal gətirə bilərik ki, bunun səviyyəsi yoxdur. Bunun səviyyəsi yoxdur və ali təhsil pilləsi var. Ali təhsilin isə səviyyələri var. Ali təhsilin səviyyəsi, misal üçün, bakalavriat, magistratura və doktorantura. Bu da ali təhsilin səviyyələridir. Təkrar edirik. Pillə
pillələri deyəndə məktəbə qədər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil. Misal üçün, siz fikir versəz, görərsiniz ki, pillələr ardıcıldır. Birinci deyək ki, uşaq bağçaya gedir. Bu olur məktəbə qədər. Bağçadan sonra ibtidai olur, o ümumi təhsilin içində gedir. Onu ibtidaini bitirəndən sonra ümumi orta olur, 5-9-cu siniflər əhatə edir, 1-dən 4-ə qədər ibtidai hesab olunur, 5-dən 9-a qədər ümumi orta təhsil hesab olunur. 10-11-ci sinif tam orta təhsil artıq burada attestatını alır, tam orta təhsili yekunlaşdırır və hesab olunur tam orta təhsillə, 10-11-ci sinifi bitirir. Ondan sonra peşə təhsili ayrı pillədir, onun səviyyələri ilk peşə, texniki peşə və yüksək peşə. Sonra orta ixtisas təhsili kolleclərə aid edə bilərik, bunun heç bir səviyyəsi yoxdur. Ali təhsildə hesab olunur bakalavrat, magistratura və doktorantura kimi səviyyələri var. İndi isə mən sizə suallar verəcəm, siz isə bunları cavablandıracaqsınız. Deməli, əvvəlcə silirik. Təhsilin pillələri hansılar oldu? Deməli, təhsilin pilləsi oldu peşə təhsili, orta ixtisas təhsili, ümumi təhsil, ali təhsil və məktəbə qədər təhsil. İbtidai təhsil, təhsilin pilləsidir yoxsa səviyyəsi? Təbii ki, ibtidai təhsil dedikdə, ibtidai təhsil təhsilin səviyyəsidir, ümumi təhsilin səviyyəsidir. Doktorantura təhsilin pilləsidir yoxsa səviyyəsi? Təbii ki, səviyyədir. Doktorantura ali təhsilin səviyyəsidir. Tam orta təhsil pillədir yoxsa səviyyə? Təbii ki, orta sözü ortada gələrsə səviyyədir. Tam orta təhsil səviyyədir. Orta ixtisas təhsili pillədir yoxsa səviyyə? Təbii ki, orta ixtisas orta əvvəldə gəlirsə, deməli bu təhsilin pilləsi hesab olunur. Məktəbə hazırlıq təhsilin pilləsidir yoxsa səviyyəsi? Məktəbə hazırlıq təhsilin səviyyəsidir. 5 yaşlıları əhatə edir. Amma məktəbə qədər o təhsilin pilləsidir. İndi gəlin baxaq təhsil hüquqları. Təhsil hüquqları hansılardır? Deməli, hər bir vətəndaşın təhsil alma hüququ var. Təbii ki, hər bir vətəndaş təhsil alma hüququna malikdir. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İcbari, yəni məcburi. Yəni məcburidir ki, 9-cu sinifi bitirəsən. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Bəli, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin tədrisi davam etdirməsinə dövlət zəmanət verir. Bəli, dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Bəli, minimum dərəcədə bilik bacarıqların təhsil standartlarını müəyyən edir. Deməli, imtahana buradan bir sual düşə bilər. Və orada sizə sualda yanlış olanı tapın deyə bilər, verə bilər və burada təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir, dəyişə bilər, verə bilər ki, təhsil sisteminə müəllim tərəfindən nəzarət edilir, siz burada çaşmırsınız. Burada dövlət verir, müəllim zəmanət vermir və hətta imtahana belə bir sual düşə bilər ki, dövlət minimum təhsil standartlarını müəyyən edir, əvəzinə yaza bilər maksimum təhsil, xeyr, minimum. Yəni bunları diqqətlə öyrənirsiniz, nəzarət edirsiniz.